Salam hər kəsə. Bugünkü mövzumuz adjective clause-dur. Təyin budaq cümləsi. Toplu ikinci hissədə olan testlərə baxaq. Təyin budaq cümləsi testlərinə baxmamışdan ilk öncə biz qaydalarla tanış olmalıyıq. Belə ki, qaydalardan təyin budaq cümləsi. Təyin budaq cümləsi biz diqqət edirik ki, təyin budaq cümləsində cümlə ortasında gələn əvəzliklərə. Biz əvəzliklər bölməsindən bilirik, cümlə ortasında who-nun işlənməsi bizim əvəzliklər whom, which, that və digərləri. Diqqət edək bircə. Cümlə ortasında who gələrsə, who-dan əvvəl gələn söz insan anlayışı olmalıdır və who-dan sonraki söz birbaşa xəbər gəlir. Məsələn, I know Anar who speaks to Leyla. Diqqət edirik, who-dan əvvəl gələn sözümüz Anar, insan, canlı, who-dan sonraki gələn söz birbaşa xəbərdir. Cümlədə who-nu zətlə əvəzləyə bilirik. Digər qaydamız whom-dur. Cümlə ortasında whom işlənərsə, whom özündən əvvəl insan anlayışıdır və özündən sonra mübtada xəbər gəlməlidir. Diqqət edirik, I know Anar whom Leyla speaks to. Buradakı whom, mən Anarı tanıyıram, kim ki Leyla ilə danışır. Yəni, Leyla ilə danışan Anarı mən tanıyıram. Cümlədə who zətlə əvəzlənə bilir. Deməli, biz öyrəndik who cümlə ortasında işlənməsi, özündən əvvəl insan anlayışı, who-nun özündən sonra xəbər. Biz öyrəndik whom özündən əvvəl insana aid olur, özündən sonra mübtada xəbər. Və digər bir qaydamız, bu cümlə bizə toplu testlərində lazım olacaq. Cümlədə who, whom-u əvəzləyə bilir. Biz bilirik ki, who kim sualına cavab verir. Bununla yanaşı who kimi sualına cavab verərək whom-a bərabər ola bilir. Buna diqqət edirik və yadımızda saxlayırıq, testlərdə qarşımıza çıxacaq. Bununla yanaşı which cümlə ortasında işlənərsə, which-dən əvvəl cansız, which-dən sonra mübtada xəbər və ya which-dən sonra xəbər birbaşa işlənə bilir və which zətlə əvəzlənə bilir. Tea which is made from herbs. Və diqqət edirik which-dən əvvəl cansız, which-dən sonra xəbər işlənməyinə. Diqqət edirik cümlə ortasında what işlənərsə, what-dan əvvəl isim olmaz. Buna diqqətimizdə saxlayırıq və when-lə və-yə diqqət edirik. Biz bilirik ki, və-yə məkanla bağlı sözlərlə işlənir, when zaman mənalı sözlərlə işlənir. Diqqət etməli, məqam when və-yə cümlə ortasında işlənərsə, özündən sonraki hissədə mütləq mübtada xəbərin olmasıdır. Digər qaydamızla davam edək. Essential clause, non-essential clause. Essential clause təyin budaq cümləsinin bir növüdür. Və essential sözünü bilirik ki, vacib deməkdir. Və bu təyin budaq cümləsi əsas vacib hissə olur. Biz onu cümlədən çıxara bilmərik. Diqqət edək bura. The girl that served us. Bu hissə budaq cümlədir və biz bunu cümlədən çıxara bilmərik. Bizə qulluq edən qız çox nəzakətli idi. Hansı qız? Bizə qulluq edən qızdan. Biz bu hissəni cümlədən çıxarsaq cümlənin mənası itmiş olacaq. Amma non-essentialda cümlə diqqət edirik, vergüllə ayrılır, bir qayda. Digər isə biz bunu cümlədən çıxarırıq və cümlənin mənası itmir. Günel, whose job requires a lot of traveling is away from home. Bu vergüllə ayrılan hissə bizim non-essential budaq cümləmizdir. Bu qədər və bu PDF-ə mütləq baxıb, sonra testlərə keçmək. Birinci testlə davam edirik. Belə ki, testimiz baxırıq. Nöqtələrdən əvvəl işlənən sözümüz novel, cansızdır və daha sonraki bir bəndləri diqqətlə izləyək. That have translated deyir, mən novel hekayəni oxumamışam, hansı ki tərcümə olunmayıb. Bir səhvdir. Niyə? Çünki hekayə özü-özünü tərcümə edə bilməz. Hekayəni kimsə tərcümə etməlidir və bu cümlədə bitmiş olan hissə məchulda işlənməli idi. Digərdə nəzər salırıq. Which have they translated? Burada have they translated, have köməkçi fe'l niyə mübtadadan əvvələ keçib? Mübtadadan sonra işlənməli idi. Səhvdir. 3-ə diqqət edirik.
Novels which have been translated. Bu doğrudur. Heç bir səhv yoxdur. Digər hissə 4-ə baxırıq. Which they have translated. Burada cümlənin which əvəzləyik. Mübtada xəbər doğru işlənmişdir. Deməli 3, 4 doğrudur. 5-ə diqqət edirik. That has been translated. Bu hissədə həzin işləməyi yanlışdır. Çünki novels cəmdədir. Biz həz verə bilmərik. Variantlardan 3, 4 doğru cavab B variantıdır. İkinci testlə davam edirik. Do you know the songs? Songs isə baxırıq cəmdədir və diqqət edirik. Biz birinci which have composed recently. Deyirsən, bilirsən mahnını hansı ki bəstələnib. Təbii ki, mahnı özü-özünü bəstələyə bilməz. Bu hissədə bin çatışmır. Məchul növdə olmalıydı. Səhvdir. İkinci cümlədə diqqət edirik, həzin işlənməyi səhvdir. Niyə? Çünki həz burada songa aiddir. Və songs cəmdə olduğu üçün biz həz verə bilmərik. Have they composed? Diqqət edirik, have burada zeydən sonra işlənməlidir. Niyə köməkçi fe'l əvvələ keçsin? Dördüncü, which they have composed, hansı ki onlar onu bəstələyib, which have been composed. Burada diqqət edirik, mübtada yoxdur, yəni cümlə məchuldadır. Doğru cavabımız 3, 4, 4, 5 daha doğrusu C variantı. Üçüncü sualla davam edirik. The way, baxırıq biz, mən PDF-də də qeyd etmişdim, cümlə ortasında V işlənərsə, V-dən sonra mübtada gəlməlidir. Ona görə səhvdir. Daha sonra what cümlə ortasında what'dan əvvəl burada way isimdir. İsim olmaz. Səhvdir. Which led, way sözü təkdədir və bu led-də s olmalıydı. Xəbər təkdə olmalıydı. Belə deyək, led fe'li which-ə aiddir. Which də öz növbəsində v-yə aiddir. Bu uzlaşma belə getdiyi üçün B variantı səhvdir. D variantı doğru variantdır. Z cansızdan işlənə bilir. Leads də təkdədir. Çünki way sözümüz təkdədir. Y variantında da s olmalıydı. Düzgün cavab D variantı. Dördüncü sualla davam edirik. Stories. A, B variantına diqqət edək. A variantı səhvdir. Niyə? What'dan əvvəl isim olmaz. Story isimdir. That people love. Buradan artıq bilirik ki, B variantı doğrudur. Amma digər variantları da müzakirə edək. What səhvdir, çünki what'dan əvvəl isim olmazdı. Burada makes xəbərlər ikisi də təkdə verilib, səhvdir. Niyə? Çünki buradakı ismimiz bizim cəmdədir. Stories. Stories cəmdə təkdə olduğu üçün bunun xəbəri də tək verilməli idi. Bunu nəzərə alıb, bunlar da səhvdir. 5-ci sualla davam edirik. Nöqtələrdən sonraki söz stories cansızdır və cansız olduğuna görə variantlara diqqət edək. Y variantı what'dan əvvəl isim olmaz. Ona görə səhvdir. D variantı həz təkdə işlənib, amma story sözü cəmdədir, uzlaşma pozulub. C variantı who'dan sonra həmişə isim olmalıdır. Ona görə səhvdir. B variantı story sözü cəmdədir, xəbərimiz təkdə işlənib, həz olmamalıydı. Düzgün variant A variantı. 6-cı sualla davam edirik. Mən sözü insan canlıdır. Which canlı ilə işlənməz və digər variantları who'dan sonra köməkçi fe'l gəlməz. Doğru variant 1, 3. Y variantı. Və onu da qeyd edim ki, cümlə ortasında bağlayıcı, üçüncü cümləyə diqqət edək. Bağlayıcısız işlənəndə, bağlayıcı olmadıqda nöqtələrdən sonra mübtada xəbər mütləq olmalıdır. Üçüncü cümləyə diqqət etsək, üçüncü cümlədə mübtada yoxdur, ona görə cümlənin bağlayıcısı yoxdur, mübtada xəbər yerindədir. 7-ci sualla davam edirik. Designs sözü cansızdır. İsim what'dan əvvəl isim olmaz. Ona görə səhvdir. Design cəmdədir. Burada was olmaz. Çünki was zətə aiddir. Zət hissə də dizayna aid olduğu üçün səhvdir. Düzgün variant 1, 2, B variantı. 8-ci sualla davam edirik. Alfabet, əlifba sözü. Yenə deyirəm, what'dan əvvəl biz artıq bilirik. What'dan əvvəl isim olmaz. A variantı səhvdir buna görə. Who canlını bildirir. Canlı ilə alfabet bilirik cansızdır, səhvdir. V-yə ona görə səhvdir ki, V-dən sonra mütləq mübtada işlənməli idi, yoxdur.
Daha sonra davam edirik. Whom sözü canlıya aiddir. Yəni whomdan əvvəl canlı işlənməlidir. Doğru variant D variantı. 9-cu sualla davam edirik. Story sözü diqqət, nöqtələrdən əvvəlki sözə diqqət edirik. Who canlı ilə işlənir, səhvdir. Whatdan əvvəl isim olmaz, səhvdir. Story sözü təkdədir. Xəbər təkdə olmalıdır. Help'in S-i olmalıydı. Təkdir. Help S-siz işlənir burada. Səhvdir. Düzgün variant A variantı. Mənim variantları bircə müzakirə etməkdə məqsədim sizə tam aydın olsun deyədir. Əziz izləyicilər, 10-cu sualla davam edirik. Pass sözü cığır, yol. What gəlməz. Çünki whatdan əvvəl isim olmaz. A variantı səhvdir. V-dən sonra mübtada xəbər olmalıdır. Mübtadası cümlənin yoxdur. Daha sonra pass sözü təkdədir və növbəti cümlənin xəbəri də təkdə olmalıdır. Davam edirik. Və digər D variantı ona görə səhvdir ki, yenə deyirəm, cümlədə əgər bağlayıcı yoxdursa, bağlayıcıdan sonraki sözdə mübtada xəbərin olmağı mütləqdir. Bu cümlədə mübtada yoxdur. Ona görə düzgün variant E variantı. 11-ci sualla davam edirik. Grief sözü qəm. A bəndi səhvdir. Whatdan əvvəl isim olmaz. Çünki whatdan grief sözü isimdir. Daha sonra grief sözü təkdədir. Bizdə xəbərimiz də təkdə olmalıdır. Were cəmdir. Who'dan sonra isim olmalıdır. Artıq bilirik. D variantı səhvdir. Veya when cümlə ortasında olarsa özündən sonra mübtada olmalıydı. Düzgün variant E variantı. 12-ci sualla davam edirik. The mosque is still functioning. Mosque burada məscid sözü cansızdır. Bir variantlara diqqət edək. Y variantı səhvdir. Whatdan əvvəl isim olmaz. Daha sonra diqqət edirik. Who işlənməz. Who canlıya aiddir. Variantları müzakirə etsək. Veya Tağıyev build for Tatars in Peterburg. B variantına diqqət edirik. Z Tağıyev build. Və burada artıq bizə tərcümə lazımdır. Məscid sözü nə vaxt sualı ilə uzlaşmaz. When niyə verək? When zaman mənalı sözə aiddir. Zamana aid olduğu üçün when olmaz. A və B variantını müqayisə edək. Veya hara məkan bildirir. Məscid deyir, hansı ki Tağıyev tikib tatarları üçün hansı tərcümə olunur və artıq biz bilirik burada zət olacaq. Orada haradakı məsciddən söhbət getmir. Harada sualı tələb etmir, məkanı bildirmir. Hansı məscidin olduğundan danışılır. Ona görə A variantı səhvdir. Düzgün variant B. 13-cü sualla davam edirik. Main points sözü sayılan cəmdə olan söz cansızdır. Diqqət edirik. Whom səhvdir. Whom canlıya aiddir. Whatdan əvvəl isim olmaz. Point sözü when nə vaxt zaman bildirmir. Və why nə üçün sual tələb etmir. Biz why deməmişik. Cavab D variantı. Cansız olduğu üçün. 14-cü sualla movement sözü cansız. Who'dan sonra isim gəlməlidir. Və diqqət edirik burada veya məkandan bağlıdır. Whatdan əvvəl isim olmaz. Whom canlılarla əlaqəlidir. Və düzgün variant C variantı. Və burada 15-ci sualla davam edirik. Hill sözü təpə bildirir. Diqqət edirik. Who canlıya aiddir. What özündən əvvəl isim olmaz. Who'dan sonra isim olmalıydı. A, B variantında A variantı səhvdir. V-dən sonra cümlənin mübtadası olmalıydı. Birbaşa həz gəlib. Doğru variant B variantı. 16-cı sualla davam edirik. Riansı horn. Horn buynuz deməkdir. Cansızdır. Diqqət edirik. Mən hər dəfə canlı cansız olduğunu niyə deyirəm? Bizə bağlayıcı seçməkdə kömək edir. Məsələn, mən cansız deyirəm. Təbii ki, who işlənməz. Who canlıya aiddir. Whom işlənməz. Mən ona görə qeyd edirəm. Canlıdır, cansızdır. Whatdan əvvəl isim olmaz. Baxırıq, horn sözü təkdə olduğuna görə bizim xəbərimiz təkdə olmalıydı. A variantı səhvdir, doğru variant B variantı. 17-ci sualla davam edirik. Nöqtələrdən əvvəlki söz seremoniya, whatdan əvvəl isim olmaz. V-dən sonra mübtada olmalıydı. Və diqqət edirik, bağlayıcı yoxdursa mütləq mübtada olmalıydı. Daha sonra seremoniya sözü təkdədir. Burada were olmamalıydı. Xəbərimiz təkdə olmalıdır. Düzgün variant D variantı.
18-ci sualla davam edirik. City sözü baxırıq. A bəndi səhvdir. Əgər bağlayıcı yoxdursa cümlənin mübtədası olmalıdır. B variantı mübtəda olmalıdır. C variantı whatdan son əvvəl isim olmaz və V-dən sonra mübtəda olmalıdır. Mübtəda xəbər gəlməlidir. Düzgün variant D variantı. 19-cu sualla davam edirik. T cansızdır. Whatdan əvvəl isim olmaz. V-dən sonra mübtəda xəbər olmalıydı. Diqqət edirik, when sözü zamana aiddir. A və Y variantları. Y variantı səhvdir. Cümlənin bağlayıcısı ortada bağlayıcı. Yəni ortada əvəzlik yoxdursa, bizim cümləmizin mübtədası olmalıydı. Ona görə səhvdir. Düzgün variant A variantı. 20-ci sualla davam edirik. Goat sözü keçir, cansızdır. Whatdan əvvəl isim olmaz. V-dən sonra mübtəda olmalıydı. Cümlənin mübtədası olmalıydı. 5-də 4-dən 5-i çıxırıq. Düzgün variant 1, 3 D variantı. 21-ci sualla davam edirik. Crop məhsul. Whatdan əvvəl isim olmaz. Crop zaman mənalı deyil. Diqqət edirik. A bəndi səhvdir. Çünki contain xəbərdir. Zətə aiddir və zət də cropa aiddir. Yəni contain sözü birbaşa cropa aid olduğu üçün xəbəri təkdə olmalıydı. S ilə olmalıydı. A variantı ona görə səhvdir. Baxırıq burada cavablardan. Y variantı düzgün variant C variantıdır. Y variantı ona görə səhvdir. Which it saved people's life. Hansı ki və burada which bağlayıcı da verilib, mübtəda xəbər də verilib. Uzlaşma baxımından səhvdir. Məhsul deyir. Bizim tanıdığımız məhsul vəhşi otlardan alınıb, hazırlanıb və tərcümə ilə düzgün variant C variantıdır. 22-ci sualla davam edirik. 22-ci sualda instruction cansızdır. Whatdan əvvəl isim olmaz və söz cəmdədir. Xəbər təkdə olmaz. Səhvdir. Xəbər təkdə bir dəqiqə bunu düzəliş edim. C variantını saxlayırıq. Y variantı səhvdir, çünki cümlənin mübtədası yoxdur. A variantında da, D variantında da cümlədə baxırıq, bağlayıcı yoxdursa, cümlə mübtəda ilə başlamalıdır. Düzgün variant C variantı. 23-cü sualla davam edirik. Nöqtələrdən əvvəlki söz elephant. Whatdan əvvəl isim olmaz. Who'dan sonra isim olmalıdır. Və diqqət edək. The children wanted to see. Düzgün variant 1, 3, 4. A variantı 23-cü sualda. 24-cü sualla davam edirik. Whatdan əvvəl isim olmaz. Who'dan sonra isim gəlməli idi. Və villagers, kəndlilər canlıdır. Which işlənməz. Whom'dan sonra mübtəda olmalıydı. Düzgün variant Y variantı. 25-ci sualla davam edirik. Newspapers are for those. Qəzet o kəslər üçündür ki, və insanları nəzərdə tutur. Who'dan sonra biz bilirik isim olmalıdır. Burada da qeyd edirəm bir daha. Ona görə A variantı səhvdir. B variantını saxlayırıq. B variantı səhvdir. Niyə? Çünki xəbər təkdə verilib. Amma bizim mübtədamız cəmdir. Those cəmi bildirir. Uzlaşma səhvi var. Does olmaz. Çünki mübtəda cəmdirsə xəbər cəm olmalıdır. Vəndən sonra mübtədası yoxdur. Həm də when zaman mənalı sözlərə aiddir. Düzgün variant C variantı. 26-cı sualla davam edirik. Students canlıdır və cəmdədir. Xəbər təkdə olmaz. Which cansızdan işlənir. Who'dan sonra isim olmalıdır. Səhvdir. Və cümlə birbaşa feillə başlaya bilməz. Mübtəda olmalıydı. Düzgün variantımız B variantı. Düzgün variant B variantı. 27-ci sualla davam edək. Nöqtələrdən sonraki söz person, şəxs, canlıdır. A variantı səhvdir. Whom'dan sonra mübtəda olmalıdır. Daha sonra xəbərimiz person təkdədir. Xəbərimiz tək olmalıydı. When işlənməz. When'dən sonra mübtəda işlənməli idi. Və xəbər təkdə tələb edir. D variantı səhvdir. Düzgün variant Y variantı. 28-ci sualla davam edirik. Şəxsi bildirir. Which canlı ilə işlənmir. Whom'dan sonra mübtəda olmalıydı. Whatdan əvvəl isim olmaz. Who'dan sonra isim olmalıdır. Düzgün variant Y variantı. 30-cu sualla davam edirik. Administrator sözü canlıdır və fikir veririk whichdən sonra. Və 29-cu sualda diqqət edirik. Which olmaz. Which cansızla işlənir.
daha sonra who-dan sonra mübtəda xəbər. Bir-bir variantları təhlil etsək, 29-cu sualda baxsaq, bir whom the art museum hopes to hire. Bir də heç bir səhv yoxdur. Whom-dan sonra mübtəda xəbər hissəsi düzgündür. 2. The art museum hopes to hire. 2 də düzdür. Niyə səhv olsun? Baxırıq bağlayıcı yoxdur, amma cümlənin mübtəda xəbəri yerindədir. 1-2. Diqqət edirik. 4 niyə səhvdir? Tərcümə ilə. Siz bu yeni administratordur. How the art museum necə muzey onu ümid edir? Necə ümid edir? Biz necə sualı tələb etmir, tərcümə ilə düz gəlmir. 4 variantı səhvdir. Zaten əlimizdə olan cavablardan 1, 2, 5 düzgün variant C variantı. 30-cu sualla davam edirik. Baxırıq, nöqtələrdən əvvəlki söz people canlıdır, which işlənməz və diqqət edirik, burada 4'ü variantlardan çıxaq. 30-cu sualda bir-bir variantları müzakirə etsək, birinci whom I know, heç bir səhv yoxdur, whom-dan sonra mübtəda xəbər uzlaşma düzdür. Daha sonra ikini I am acquainted with bağlayıcı yoxdursa cümlədə mübtəda xəbər yerində, 1-2-də heç bir yanlışlıq yoxdur. Və 3-ə baxırıq. People sözü cəmdədir. Bizdən xəbər cəm istəyir. 3 səhvdir. Variantlara çıxdıqda artıq 1, 2, 5 düzgün variant C variantıdır.